belə bir səs gəlibdi. Eşitdim Ramin Nabran deyib ki, Kəmalə Günəşə 50 min də versəm oxumaram, səhv danışım. Ramin Nabran mənə versəm mən oxumaram. Hələ o mənə 100 min də versə mən o ilə oxumaram. Çünki hal-hazırda gündəmdə deyil, moddan düşüb, bəli. Şəxsiyyətinə sözüm yoxdur, öz yerində, hörmətim var. Vaxtında mahnılarını dinləmişim, sevmişim, amma hal-hazırda Ramin Nabran gündəmdə deyil. Hal-hazırda Kəmalə Günəşlidir gündəmdə. Bu dəqiqə trendlərin elə ən kəsi də özüməm. Ramin Nabran, düz danışmaq lazımdır. Siz mənə 50 min də, 100 min də versəz, mən qəbul edib sizlə oxumaram. Xanım fikrini bildirdi, düzdürmü? Bəli. Mən yalvardım ki, ona ki, bu söhbəti şey eləyəsin. Siz verdiniz o sualı mənə. Yox, mən verdim o sualı sizə. Sizin cavabınız siz verdiniz ki, sualı ki, belə bir 50 min versin. Özü birinci gündəmdə kimdir və nə cür bəllidir bizə. Narahat olmayaq. İkincisi də ki, mən sizin insanlığınıza söhbətim yoxdur. Öz həyatınızı yaşayırsınız, özünüz bilərsiniz. Allah xoşbəxt eləsin. Oğul toyu görəsiniz. Amma ki, 50 min söhbətinə gələndə mən 50 qəpiyi də vermərəm. Nəinki ona, nə o mənə. İstəmirəm, xanım, söhbətə qaldırmayaq. Artıq görürəm ki, şok, yeni söhbətlər zatlaşdıqlar. O qədər müğənnilər qala. Hələ onlara mən kaprizlə yanaşıram. Bu ikincisi ki, mən gündəmdə necə ola bilmərəm ki, mən həmişə gündəmdəyim.